Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Bir yazın görək səsim necə gəlir. Tamam, o zaman başlayaq biz dərsimizə. Bugünkü dərsimiz əslində müəllimlərin işə qəbulu imtahanına hazırlaşanlara dəstək olmaq məqsədi ilədir. Və çox ağır bir mövzumuz var və eyni zamanda çox vacib bir mövzudur. O zaman başlayaq biz dərsimizə. Mövzunun vacibliyi təkcə imtahanla yekunlaşmır. Yəni yalnız imtahanla yekunlaşmır. Çünki iqlim elə bir mövzudur ki, bizim dünyamızın və eyni zamanda yaşadığımız bütün bu mühitə təsir göstərir, dünyamıza təsir göstərir birbaşa. Ona görə biz dünyamızın iqlimini və eyni zamanda gələcəkdə baş verə biləcək hadisələri hamısını öyrənməliyik, məlumatlı olmalıyıq. Və dünyamızın iqlimində baş verən dəyişiklikləri bilməliyik. Deməli, əslində iqlim təsnifatını bir neçə alim üzərində çalışıb, tədqiqat aparıb və bizə təqdim edib. Biz bugün Rus alimi Alisovun iqlim təsnifatı haqqında danışacağıq. İqlim nədir və iqlim qurşaqları nədir və iqlim necə yaranır, hansı ərazilərdə yaranır və orada hansı hava şəraiti müşahidə olunur. Deməli, başlayaq ya Allah. İqlim və iqlim qurşaqları. Demək, iqlim nədir? Iqlim müəyyən ərazi üçün xarakterik olan və ildən ilə təkrarlanan hava rejiminə deyilir. İndi bu ildən ilə təkrarlanan nə deməkdir? Yəni, hər hansı bir ərazi üçün xarakterik olan hava şəraitidir əslində iqlim. Lakin ildən ilə təkrarlanır. Yəni, tez-tez dəyişən bir belə deyək də, amil deyil iqlim. İqlim uzun müddət ərzində baş verə biləcək hadisələr iqlimin dəyişilməsinə səbəb ola bilər. Yəni, hava şəraiti əslində qısa müddətdə dəyişə bilər, amma iqlim elə bir anlayışdır ki, o qısa müddətdə dəyişə bilməz. Məsəl üçün, indi hal-hazırda tutaq ki, çöldə hava soyuqdur və yağıntısızdır, amma ola bilər ki, bir saatdan sonra yağış yağsın. Bu, iqlimin dəyişməsi deyil, bu havanın dəyişməsidir. Amma qış fəslində havanın temperaturunun Azərbaycanda 30-40 dərəcəyə qalxması müşahidə olunsa, bu artıq iqlimin dəyişməsi deməkdir. Ona görə yazılır ki, iqlim müəyyən ərazi üçün xarakterik olan və ildən ilə təkrarlanan hava rejiminə deyilir. Yəni, hər il biz yayda istinin, qışda soyuğun olduğunu müşahidə edirik. İqlim əmələ gətirən əsas amillər hansılardır? Bunlarla tanış olaq. Deməli, iqlim əmələ gətirən amilləri biz iki qrupa bölürük. Bir əsas amillər var, bir də ikinci dərəcəli köməkçi amillər var. Əsas amillər coğrafi enlikdir, atmosferin dövranıdır, yəni hava kütlələrinin hərəkəti, bir də səth örtüyüdür. Deməli, coğrafi enlikdən asılı olaraq biz bilirik ki, günəş şüalarının düşmə bucağı dəyişir və günəş radiasiyasının miqdarı da buna uyğun olaraq dəyişir. Atmosferin dövranı. Atmosferin dövranı o deməkdir ki, hava kütlələrinin hərəkəti baş verir və hava kütlələrinin hərəkəti də birbaşa iqlim formalaşdıran əsas amildir.
Səth örtüyü. Səth örtüyü məsələn yer səthi su sahəsi var, quru sahə var. Quru üzərində məsələn buz olan sahələr var, sonra qum olan sahələr var, meşə olan sahələr var, çəmənlik olan sahələr var. Bunlar günəş radiasiyasını müəyyən hissəsini udur, müəyyən hissəsini əks etdirir və udulan və əks olunan radiasiya birbaşa iqlimin formalaşmasına təsir göstərir. Köməkçi amillərə gəldikdə isə, köməkçi amillər, məsələn, okean cərəyanları, su hövzələrinə yaxınlıq və uzaqlıq, relyefin özü belə iqlim əmələ gətirən ikinci dərəcəli amildir. Deməli, Alisovun təsnifatına görə yer kürəsində 13 iqlim qurşağı ayrılmışdır. Bu 13 iqlim qurşağının 7-si əsas qurşaq hesab olunur, 6-sı isə keçid qurşaq hesab olunur. 7 əsas qurşaq nə üçün ayrılır və onlar hansılardır? 7 əsas qurşağın öz hava kütləsi var, amma keçid qurşaqların öz hava kütləsi yoxdur. Yəni, bax, əsas qurşaqlarla keçid qurşağın birinci dərəcəli fərqi budur. Yəni, əsas iqlim qurşaqlarının öz hava kütləsi var, keçid iqlim qurşaqlarının isə öz hava kütləsi yoxdur. Əsas iqlim qurşaqları bunlardır. Demə, bir dənə ekvatorial, 2 dənə tropik qurşaq var, 2 dənə mülayim qurşaq var, bir də arktik, antarktik. Biz barmağımızla bunu saysaq 7 dənə eləyər. Yəni, 1 ekvatorial, 2 tropik, 3 dənə elədi, 2 dənə mülayim, 5 dənə, arktik, antarktik, bu da 7. Keçid iqlim qurşaqları isə sub sözünü ilə başlayır. Yəni, əsas iqlim qurşaqlarının əvvəlinə sub sözünü əlavə etməklə keçid qurşaqlarını biz əmələ gətirə bilirik. Məsələn, ekvatorial əsas iqlim qurşağıdır, amma subekvatorial keçid. Tropik əsas iqlim qurşağıdır, subtropik keçid. Sonra arktik, antarktik, bu da sub sözünün əlavə edəndə subarktik, subantarktik olur. Amma mülayimin əvvəlinə sub əlavə etmirik. Çünki submülayim qurşaq yoxdur. İndi gəlin, dünyanın iqlim qurşaqlarını əks etdirən xəritə üzərində biraz təhlil aparaq və iqlim qurşaqlarının yayılma arealları ilə tanış olaq. Sonra dərsimizi daha geniş planda deməli biz keçəcəyik. Bugün dərsi sona qədər izləyənlər əminliklə deyə bilərəm ki, iqlimlə bağlı bütün problemləri deməli tamamilə həll edəcək və öyrənəcək. Çünki dərsimiz sırf bu məqsədlə hazırlanmışdı ki, sizə bu iqlimlə bağlı çətinliklərinizi deməli aradan qaldırmağa köməklik göstərək. Deməli, rəqəmlərə biz diqqət edək xəritə üzərində. Bir rəqəmi ilə nömrələnmiş hissələr, həm də bu rənglə də fərqləndirilib. Bu, ekvatorial iqlim qurşağının yayıldığı ərazilərdir. Deməli, ekvatorial iqlim qurşağının yayıldığı materiklərə biz diqqət etsək, baxın, burada Cənubi Amerika materikində rast gəlinir, Afrika materikində rast gəlinir və bu tərəfdə isə Asiya qitəsində, yəni Avrasiya materikində, baxın, burada adı qeyd olunub, Avrasiya ən böyük materikdir və bu hissələr, deməli, ekvatorial iqlim qurşağının ərazisidir. Burada Afrikada görürsünüz. Bu hissədə isə ekvatorial iqlim qurşağının Cənubi Amerikada tutduğu ərazini görə bilirsiniz. İndi mən ekvatorial qurşaq və digər qurşaqlar haqqında geniş danışacağıq. Sadəcə indi harada yerləşməsi ilə bağlı qısa məqamlara toxunuruq. İndi subekvatorial iqlim qurşağının yayıldığı gəlin ərazilərlə tanış olaq. Subekvatorial iqlim qurşağı ekvatorial iqlim qurşağını haşiyələyir, yəni onun ətrafı ilə, baxın, bax bu hissədə belə təxmini burada mən çəkirəm. Bu şəkildə belə uzanıb gedir. Bu sərhəd
məhz subekvatorial iqlim qurşağının ərazisidir və orta hissədə gördüyünüz kimi ekvatorial qaldı. İndi baxaq görək hansı materiklərdə, hansı ərazilərdə deməli subekvatorial qurşaq yayılmışdır. Və burada diqqət eləsək biz görərik ki, Şimali Amerika materikinin cənub hissəsində, cənub qurtaracağında, sonra Cənubi Amerika materikinin özündə, sonra Afrika materikində müşahidə olunur. Sonra yenə Avrasiya materikində, Avstraliya materikinin şimal hissəsində, Avstraliya materikinin bu hissəsini əhatə edir. Sonra Afrikanın cənub hissəsini əhatə edir. Yəni bir dənə Antarktida materiki istisna olmaqla, qalan bütün materiklərdə biz görə bilirik ki, subekvatorial qurşaq yayılmışdır. Üçüncü iqlim qurşağımız tropik iqlim qurşağıdır. Tropik iqlim qurşağı bax 3 rəqəmi ilə nömrələnmiş ərazilərdir. Mən sərhəddini çəkmirəm. Görürsünüz, biraz açıq rəngdə burada təsvir olunub. Deməli, biz baxaq görək tropik qurşaq hansı materiklərdə rast gəlinir. Baxın, Şimali Amerikada, Afrikanın şimalında, sonra Asiyanın cənub-qərbində, yəni Avrasiyada, sonra Afrikada, hətta Cənubi Amerikanın şimal hissəsində və Cənubi Amerikanın cənubunda, Afrikada, Afrikanın cənubunda da, Avstraliyanın mərkəzi hissələri tropik qurşaqdır. Yenə biz qeyd edə bilərik ki, tropik iqlim qurşağı Antarktida materikindən başqa bütün materiklərdə rast gəlinir. Növbəti qurşaq subtropik qurşaqdır. Sarı rəngdə təqdim olunub. Baxın, sarı rəngdə təqdim olunub. Subtropik qurşaq bəs hansı materiklərdir? O da yenə Antarktida materikindən başqa digər bütün materiklərdə rast gəlinir. Bax, burada Şimali Amerikada, Cənubi Amerikada, Afrikanın cənubunda və şimalında, Avrasiyada bu şəkildə uzanıb gedir. Avstraliyanın cənub hissələrini əhatə edir və adalarda da həmçinin deməli rast gəlinir. Yəni həm okean səthi üzərində, həm də materik səthi üzərində rast gəlinir. Yalnız Antarktidada yenə də subtropik qurşaq yoxdur. Çünki Antarktida qütbdə yerləşir, qütb ətrafında yerləşir və orada subtropik qurşaq yarana bilməz. Növbəti iqlim qurşağı mülayim qurşaqdır. Mülayim qurşaq yaşıl rəngdə verilib. Şimali Amerikada, yenə Avrasiyada böyük sahə tutur. Cənubi Amerikanın cənub hissəsində, Afrikada yoxdur. Avstraliya materikinin özündə yoxdur, amma adada var. Tasmaniya adasında burada rast gəlinir. Və okeanlar üzərində daha çox cənubda, okeanlar üzərində geniş sahə tutur. Yenə Antarktidada yoxdur. Deməli, biz deyə bilərik ki, materik kimi mülayim iqlim qurşağı Avstraliya və Antarktida materiklərindən, bir də Afrika materikindən başqa bütün materiklərdə, yəni xüsusilə Avrasiya, Şimali Amerika və Cənubi Amerika materiklərində rast gəlinir. Sonra gəldik subarktik qurşağa. Subarktik qurşaq Şimali Amerikada, yenə Avrasiyanın şimal hissələrində rast gəlinir və Antarktida materiki ətrafında subantarktik qurşaq əmələ gəlir. Şimaldakı subarktikdir, cənubdakı isə subantarktik. Çünki subantarktik nə deyirik? Anti-əks deməkdir, yəni subarktikin əksi. Deməli, biz desək ki, subarktik qurşaq hansı materiklərdədir? Yalnız Şimali Amerika və Avrasiya materiklərində, Avrasiya və Şimali Amerikada rast gəlinir. Subantarktik isə yalnız Antarktida materikindir. Deməli, subarktik qurşaq hansı materiklərdə yoxdur? Cənubi Amerikada yoxdur, Afrikada yoxdur və Avstraliyada yoxdur. Gəldi indi qütb ətrafı ərazilərə. Qütb ətrafı ərazilər deyərkən Şimal qütbünün və Şimal Buzlu Okeanda, Şimal Buzlu Okeandakı adalarda və eyni zamanda şimal materikləri olan Avrasiyanın şimal hissələrində
və Şimali Amerikanın şimal hissələrindəki adalarda və materikdə rast gəlinir. Bu qurşağın adı Arktik qurşaqdır, Arktik. Cənubdakı isə Antarktik qurşaqdır və Antarktida materikində rast gəlinir. İndi bunlar haqqında biz gəlin biraz daha geniş danışaq. İndi diqqətinizi bir şeyə yönəldim. Deməli, xəritəmizin aşağı hissəsində siz, yəni legenda hissəsində, şərti işarələr olan hissədə qurşaqların adlarını görürsünüz. Bax, rəqəmlə nömrələnib 1, 2, 3, 4, 5, 6, 7. Ekvatorial qurşaq. Ekvatorial qurşaq gördüyünüz kimi heç bir bölgü aparılmayıb ekvatorial qurşaqda. Halbuki məsələn mülayim qurşaqda görürsünüz məsələn 5 rəqəmi ilə nömrələnib, amma burada aşağıda 5A, 5B, 5C, 5C yazılıb. Amma ekvatorial qurşaqda o yoxdur. Bəs bu bölgü nədir? Bu bölgü iqlim tipidir. Yəni bunlar, bax qarşısına görürsünüz yazıb iqlim tipi. Mülayim qurşağın iqlim tipləri. İndi siz buradakı sxemdən görə bilirsiniz ki, hansı iqlim qurşaqları iqlim tiplərinə ayrılıb. Məsələn, görürsünüz ki, ekvatorial iqlim tiplərinə ayrılmayıb. Subekvatorial iqlim tiplərinə ayrılmayıb. Sonra 7-ci Arktik, Antarktik ayrılmayıb. Sonra 6-cı subarktik və subantarktika qurşaqları deməli ayrılmayıb. Əslində burada 6 və 7-dəki aşağıda qeyd olunanlar sizi çaşdırmasın, bu və bu hissəni nəzərdə tuturam. Bu 6A subaktikadır, şimal hissəni nəzərdə tutur, o iqlim tipi deyil, elə iqlim qurşağıdır. 6B-də subantarktikadır, o da cənubdakı hissəni nəzərdə tutur. 7-dəki də 7A Arktika iqlim tipidir, iqlim qurşağıdır. 7B isə Antarktikanı ifadə edir. Amma biz fərqli adlarla, yəni iqlim tiplərinə ayrılmış tropik qurşağı görə bilirik. Bax, qarşısına plus qoyduqlarım iqlim tiplərinə ayrılır. Tropik qurşağın tiplərinə baxın, iqlim tiplərinə biz diqqət etsək, görərik ki, tropik qurşağın 3A, baxın, 3A səhra tipi var, bir də 3B rütubətli tipi var. 3A, 3B səhra və rütubətli tip. Subtropik qurşağın isə 4 dənə tipi var. Bunlar hansılardır? 4A, baxın, 4A kontinental tip, 4B Aralıq dənizi iqlim tipi, 4C musson iqlim tipi, 4C bərabər rütubətli subtropik tip. Deməli, tropik qurşaq 2 dənə iqlim tipinə ayrıldı. Subtropik qurşaq isə 4 dənə iqlim tipinə ayrıldı. İndi gəldi mülayimə. Fikir verin, mülayim də 4 dənə, subtropik kimi 4 dənə iqlim tipinə ayrılır. O da kontinental, sonra mülayim kontinental, dəniz və musson iqlim tiplərinə ayrılır. Yəni 5A, 5B, 5C, 5C. Deməli, onda biz gəlin ümumiləşdirmə aparaq. Deməli, hansı iqlim qurşaqları iqlim tiplərinə ayrılır? Ayrılanlar. Ayrılanlar oldu tropik, buradan yazılır. Ayrılanlar oldu tropik, subtropik, bir də mülayim. İqlim tiplərinə ayrılmayanları isə onu bu tərəfdən yazar. Ekvatorial, qısaca yazacağım. Subekvatorial, subarktik və subantarktik. Sonra arktik, bir də onun əksi antarktik. Deməli, bunlar tipləri ayrılır. Tropik qurşaq neçə tipi ayrıldı? 2 tipə ayrıldı, düzdürmü? 2 tipə ayrıldı, yəni səhra və rütubətli tipə. Subtropik qurşaq neçə tipə ayrıldı? 4 dənə tipə ayrıldı. Mülayim qurşaqda 4 dənə,
tipə ayrıldı. İndi gəlin bu tipə ayrılmış qurşaqların tiplərini bir-birinə müqayisə edək. Görə eyni adlı və bir-birinə bənzər tiplər hansılarda var? Məsələn, biz görürük ki, subtropik qurşağın daxilində olan tip, yəni kontinental sözü mülayimdə də var. Məsələn, subtropik qurşağın tərkibindəki dəniz tipi, aralıq dəniz, məsələn, mülayim dənizdə, amma aralıq dəniz deyil, sadəcə dənizdir. Yəni, ikisində də dəniz tipi var. Subtropik qurşaqda musson var, mülayim qurşaqda da musson var. Subtropik qurşaqda bərabər rütubətlənmə var, amma mülayim qurşaqda bərabər rütubətlənmə yoxdur. Onun əvəzinə deməli, mülayim kontinental var. Tropik qurşağın səhra və rütubətli tipi var. Tropik qurşağın rütubətli tipinə biz dəniz tipi də deyə bilərik. Zaten subtropik və mülayim qurşaqda olan dəniz tipləri elə rütubətli tipdir. Yəni yağıntılı keçən tipdir. Ona görə biz tropikin də rütubətli tipinə dəniz tropik deyə bilərik. Səhra tipi nə isə, tropikin səhra tipi nə isə, kontinental tropikdə deyə bilərik. Bu xüsusiyyətləri biz indi xəritə üzərində, daha doğrusu mövzu üzrə bütünlüklə hamısını bir-bir deməli neyəcəyik, izah edəcəyik və onların nə demək olduğunu və hansı hava xüsusiyyətlərinə malik olduqlarını, iqlim diaqramlarını, yayıldığı ərazilərin hamısı ilə tanış olacaq. Amma gəlin ötəri nəzər salaq əvvəlcə xəritədə onların yayılma areallarına. Demək, dedik ki, ekvatorial qurşaq tip əmələ gətirmir. Onların üstündən biz kres çəkirik. Sonra subtropik qurşaq tip əmələ gətirmir. Yəni tipə ayrılmır. Amma tropik qurşaq dedik ki, iqlim tipinə ayrılır. Hansı iqlim tiplərinə ayrıldı? Səhra və bir də rütubətli, yəni dəniz tropik tiplərinə ayrıldı. İndi gəlin baxaq görək, dəniz tipi harda yayılıb, yəni rütubətli tropik harda yayılıb, kontinental, yəni səhra tropik harda yayılıb. Əlbəttə ki, səhra tropika adından da məlumdur ki, səhra tipi səhralar üzərində yayılıb. Məsələn, Afrikanın şimalında böyük səhra, məşhur Sahara səhrası, yəni 3A ilə işarə olunmuş yerlər hamısı tropikin səhra tipidir. Baxın, burada diqqət eləsəz, xəttin çəkirəm. Burada başlayır səhra tropiki, bura qədər davam edir. Bu çərçivənin daxili, bu xəttin daxilinə diqqət etsəz, bu nə oldu? Bu 3A-dır, yəni səhra tropiki. Sonra Cənubi Afrikada, Afrikanın cənub hissəsində diqqət etsəz, baxın, bu da 3A-dır. Yəni səhra. Səhradır. Sonra Avstraliya materikində, bu hissədə diqqət edin. Hətta belə, üzr istəyirəm, buradan gəlir belə. Avstraliya mərkəzi hissəsi də səhra tropikidir. Yəni, burada da görürsünüz, 3A yazılıb. Sonra gəldik Şimali Amerika materikinə. Şimali Amerika materikində Meksikanın qərb sahilləri, Kaliforniya yarımadasında, bax burada görürsünüz 3A yazılan yer var. Sonra gəldik Cənubi Amerika materikinə. Cənubi Amerika materikində diqqət etsək görərik ki, bu hissədə təxminən belə sahil bölgə, Cənubi Amerikada tropikin səhra tipidir. Orada da 3A.
Amma rütubətli tipə gəldikdə, rütubətli tip 3B ilə yazılan yerlərdir. Məsələn, buradan bu tərəfdə qalan hissə və Avstraliyada artıq Sakit okeana tərəf gedəndə və yaxud da buradan bu tərəfə gedəndə, baxın, diqqət edin, 3B burada da yazılıb, Hind okeanı mərkəzində. Sonra buradan bu tərəfi artıq Afrikanın cənubunda səhradır. Sonra Afrikanın şimalında Atlantik okeanı üzərində, bax, bu hissədə deməli, görürsünüz ki, subtropik, tropikin dəniz tipidir. Sonra Şimali Amerikada buradan bu tərəfə və eyni zamanda buradan da bu tərəfə subtropikin biz tropikin dəniz tipi deyə bilərik. Sonra Cənubi Amerikada buradan bu tərəfə bunu hətta buradan biz belə sərhəd kimi buradan götürə bilərik. Burada soyuq cəryanların təsiri ilə belə düzəliş edək. Burada kiçik bir düzəliş. Bəli. Bunlar isə hamısı nə oldu? Tropikin dəniz tipi oldu. Və eyni zamanda Şimal yarımkürəsində, Sakit okean üzərində, burada da. İndi burada maraqlı bir məqam var. Diqqət eləsəniz görərsiniz ki, Asiya qitəsində, Ban kürəsində tropik tam zolaq əmələ gətirir. Yəni, qərbdən şərqə doğru bu şəkildə belə uzanıb gedir. Amma Şimal yarımkürəsində fikir verin, bu şəkildə gəlir, burada kəsilir, rəng burada dəyişir, bax, bu hissədə rəng dəyişir. Sonra bu tərəfə doğru getdikcə yenidən tropik qurşaq başlayır. Yəni, bu hissədə, yəni Hindistan yarımadasında və Hindsin yarımadasında, eyni zamanda Filippin adalarının şimal hissəsində tropik qurşaq kəsilib. Yəni, bütöv zolaq əmələ gətirməyib. Bunun səbəbi Hind okeanından gələn və Sakit okeanından gələn musson küləkləridir. Musson küləkləri adın çəkdiyim bu regionda, yəni Cənubi Asiyada, Hindistanda və Hindsin yarımadasında və Filippinin şimal hissələrində nə yaradıb? Tropikin yaranmasına mane olub. Yəni, əvəzində isə 2 rəqəmi ilə nömrələnmiş subekvatorial qurşağı yaradıb. Bax, testlərdə tez-tez qarşımıza çıxır ki, tropik qurşağın Asiya qitəsində bütöv zolaq əmələ gətirməməsinin səbəbi soruşulur. Onun da səbəbi dediyim kimi musson küləklərdir. Bunu yadınızda saxlayın. Yəni, Asiya qitəsində musson küləklərinin təsiri ilə tropik qurşaq bütöv zolaq əmələ gətirə bilmir. İndi isə biz subtropik qurşaq 4 tipə ayrılıb. 4 iqlim tipinə ayrılıb. Deməli, daha geniş ərazini əhatə edib və indi baxaq, burada gördüyünüz kimi xəritədə sarı rəngdə təqdim olunmuşdu subtropik qurşaq və deməli, indi diqqət edək. Əvvəlcə 4A-ya baxaq. Bax, 4 rəqəmi ilə nömrələnib subtropik qurşaq, 4 rəqəmi ilə. 4A nə idi? 4A kontinental idi. Subtropikin kontinentalı. Hansı ərazidə yayılıb? Bax, ABŞ-ın daxili hissələrində, diqqət etsəz bura, görərsiniz ki, bu hissədə subtropikin kontinental tipi yayılıb. Eyni zamanda İran ərazisindən başlayaraq Çinin ərazisinə qədər olan sahədə, yəni Asiyanın mərkəzi hissələrində subtropik qurşaq kontinental tipini yaradır. Bir də diqqət edəcək Cənubi Amerika və Avstraliya materiklərinə. Cənubi Amerikada, bax, burada Argentinanın ərazisində 4A kontinentalı görə bilirik və bir də Avstraliyanın cənubunda bu hissədə
Bax, bu 4 ərazidə kontinental tip formalaşıb. Bu kontinental materiklərin daxili hissələrini əhatə edir daha çox. Çünki okeandan uzaqdır və iqlim şəraiti orada sərtdir. Yəni yayda hava çox isti olur, qışda isə hava çox soyuq olur. İndi biz 4B-yə baxaq. 4B Aralıq dənizi iqlim tipidir. Gəlin görək hansı ərazilərdə yayılıb. Bax, bayaq işarə etdik. Kontinentalı Asiya qitəsində. Bax, Avropanın cənub hissəsində, ölkəmiz də həmçinin bu əraziyə düşür. Baxın, belə bir geniş zolağı əhatə edir. Bu Aralıq dənizi iqlim tipidir. Eyni ilə Amerika Birləşmiş Ştatlarının qərb rayonlarında belə, eyni zamanda Sakit Okean üzərində, ABŞ-ın qərbindəki Kaliforniya ştatı Aralıq dənizi iqlim tipinə düşür. Hətta Yaponiyadan sonra Sakit Okean üzərində, bax, yenə də həminki yer kürə formasında olduğuna görə bu Amerikanın ta qərbinə qədər bu şəkildə belə uzanıb gedir. Bu Aralıq dənizi iqlim tipinin sərhədidir. Sonra gəldik Cənubi Amerikaya. Cənubi Amerikada Çili ərazisində, hətta Çilinin paytaxtı Santiago şəhəri belə Aralıq dənizi iqlim tipinə düşür və cənubda da belə Sakit Okeanın üzərində formalaşır. Sonra gəldik Afrikaya. Afrikanın cənubundakı Cənubi Afrika Respublikasının ərazisində formalaşır. Bax, bu şəkildə belə xüsusilə quru üzərində, bax, burada diqqət etsəz belə, bu zonada, bu hissədə, düzdür, bu dəniz tipi olduğuna görə belə uzanıb bu tərəfə doğru gedə bilir. Belə. Sonra gəldik Avstraliya materikinin. Avstraliya materikinin cənub-qərb hissəsində yenə də Aralıq dənizi iqlim tipi formalaşır. Aralıq dənizi iqlim tipinin yayıldığı ərazilərlə siz tanış oldunuz. İndi isə biz 3-cü tipi yayıldığı əraziləri görəcəyik. Təbii ki, bu yayılma arealları ilə biz detallı şəkildə hələ qarşıdakı təqdimatlarımızda daha dəqiqliklə tanış olacaq. Ad-ba-ad bütün iqlim tiplərinin dəqiqliklə yerləşdiyi əraziləri ad-ba-ad deməli öyrənəcəksiniz. 3-cü iqlim tipi 4C-dir və musson adlanır. Subtropik mussonu və Asiya qitəsinin şərq hissəsini əhatə edir. Baxın, burada. Yəni Avrasiyanın şərqini və Amerika Birləşmiş Ştatlarının şərqini əhatə edir bax, bu şəkildə. Cənubda musson yoxdur, yəni 4C yoxdur. Yalnız Şimali Amerika və Avrasiyanın şərq hissələrində bu iki yerdə musson iqlim tipi formalaşır. Və nəhayət 4C qaldı. 4C isə bərabər rütubətli subtropik idi. O da Cənubi Amerikada bax, bu hissədə görə bilərsiniz. Sonra Ucqar Afrikanın bu hissəsində görə bilərsiniz və Avstraliya materikinin cənub şərqində görə bilirsiniz. Yeni Zelandiya adasının şimal hissəsini əhatə edir. Bu üç hissə deməli nə oldu? Bərabər rütubətli subtropik iqlim tipi. İndi gəldi mülayimə. Mülayim də çox geniş sahəni tutur. Mülayimin də 4 dənə tipi var idi. 5A, 5B, 5C və 5C. Əvvəlcə 5A-dan başlayaq. 5A görürsünüz burada, bax, sərhədləri təxminən bu hissədən keçir və 5A-nın adı adlanır kontinental. Burası Sibir ərazisidir. Rusiya Federasiyasının Sibir əyalətidir. Sibirdə deməli iqlim çox kontinentaldır. Və Şimali Amerika materikində, Kanadanın ərazisində, mərkəzi hissələrdə kontinental bölgəni görürsünüz. Böyük göllər ətrafını və böyük ayı deməli, daha doğrusu Winnipeg gölünün sahillərini görə bilirsiniz. Deməli, cənub yarım kürəsində bir mənalı şəkildə nə yoxdur? Mülayim qurşağın kontinental tipi yoxdur.
Ancaq şimal yarımkürəsində musson kimi də, musson necə idi? Musson da Şimali Amerika və Avrasiyanın şərqində idi. Amma Şimali Amerika və Avrasiyanın mərkəzi hissələrində, yəni daxili rayonlarında, Sibir və Kanadanın daxili hissələrində nə vardı? Demək, kontinental iqlim tipi, mülayimin kontinental iqlim tipi yayılmışdır. İkinci, 5B. 5B demək, əsasən Avropada mülayim kontinental, yəni Sibir qədər iqlimi kəskin deyil. Sibir qədər iqlimi kəskin deyil. Və bu hissədə görürsünüz, burada Kiyev, Moskva şəhərlərini görə bilərsiniz və bu şəhərlərin olduğu ərazi mülayim kontinentaldır. Daha sonra Kanadanın qərb rayonları, Kanadanın qərb hissələri, qayalı dağlar və sahil silsiləsinin arasında qalmış hissələr mülayim kontinental adlanır. Cənubi Amerikada da var. Argentina ərazisində Patagoniya yaylasının ərazisində mülayim kontinental tip əmələ gəlir. Amma Afrikada yoxdur. Afrikada ümumiyyətlə əvvəldən demişdik ki, mülayim yoxdur. Avstraliyada da yoxdur. Ona görə bu üç ərazini yadda saxlayacağıq ki, biz mülayim kontinental tip formalaşır. Demək, hara oldu? Avropa, Kanadanın qərbi, tam sahili yox, biraz qərb hissəsi və Argentinada, Cənubi Amerikada, Argentinada deməli, Patagoniya yaylasında yayılmışdır. Mussonun mülayimin üçüncü tipi isə mülayim dənizdir, 5C adlanır, daha da 5C nömrələnib. Baxın, bu da Avropanın qərbi, yəni Avropa Atlantik Okeanı sahili bölgələrini biz görürük. Ta ki, Kanadanın şərq rayonlarına qədər. Bax, bu boyda belə bir ərazini mülayim dəniz iqlim tipi əhatə edir. Sonra Avrasiyanın tam şərq hissəsinə də diqqət etsək, burada Kamçatka yarımadası belə bir ərazini mülayimin dəniz iqlim tipi deməli əhatə edir. Bu tərəfdən də çəkirəm. Buradan da baxın, Alyaska yarımadası var Şimali Amerikada. Orada mülayim dənizdir. Sonra mülayim dəniz Cənubi Amerikada da var. Cənubi Amerika materikində Çili adlı ölkənin cənub qərbində, sonra Avstraliyanın cənubunda Tasmaniya adasının cənub hissəsi və Yeni Zelandiya adasının cənub hissəsini əhatə edir. Və bu işarə etdiyi yerlər mülayim dəniz iqlim tipini əhatə edir. Və nəhayət mülayim iqlim qurşağının sonuncu iqlim tipinin yayıldığı ərazisi, yəni musson iqlim tipinin yayıldığı ərazi ilə tanış olaq. O yalnız Avrasiya materikindədir. Avrasiya materikinin şərqinə əhatə edir. Baxın, bu hissəni əhatə edir. Bu hissədə nə var? Bu hissədə Yaponiyanın şimalı var, Sakhalin var, Kuril deməli Oxot dənizi sahilləri var, Yapon dənizi, eyni zamanda Skhota Island dənizi, dağları, sonra Koreya yarımadasının şimal hissəsi, sonra Çukçur dağları var. Bu ərazilər deməli musson iqlim tipinə, Sakhalin adası var. Bu ərazilər musson iqlim tipinin yayıldığı, mülayim mussonun yayıldığı ərazidir. Subarktik qurşaq. Subarktik qurşağın tipi yoxdur. O yalnız bayaq dedim harda yayılıb. Yalnız Avrasiya və Şimali Amerikanın şimal hissələrində, Arktik qurşaqda həmçinin Şimal Buzlu Okeanı üzərində, subantarktik və antarktik qurşaq isə cənubda Antarktida materikinin ətrafında və üzərində formalaşır. Qısa bir giriş, yəni ümumiləşdirilmiş şəkildə giriş etdik. İndi isə daha geniş şəkildə gəlin tanış olaq. Əvvəlcə ekvatorial qurşaq haqqında danışaq. Ekvatorial iqlim qurşağının yarandığı ərazilərlə burada
mətn şəklində tanış olaq. Deməli, ekvatorial qurşağın yarandığı ərazilər Cənubi Amerika materikində, Amazon çayı hövzəsində, Afrikada Kongo çayı hövzəsində və Qvineya körfəzi sahillərində formalaşır. Sonra Hind okeanında Maldiv adaları və Şri Lanka adasının cənub hissələrini əhatə edir. Sonra Zond adaları, Asiya qitəsində Zond adaları, Zond adalarının tərkibinə daxil olan Sumatra, Kalimantan, Kalimantan adasına Borneo adası da deyilir. Sonra Yava adasının şimalı, həmçinin Yeni Qvineya adasının şimal hissəsi, Filippin adalarının cənubu, Malakka yarımadası və Piyay burnu. Bunlar hamısı ekvatorial qurşaqda yerləşən ərazilərdir. Ekvatorial iqlim qurşağının yayıldığı ölkələr. Cənubi Amerikada Ekvador, yayıldığı ölkələr və paytaxt şəhərlərlə tanış olaq. Yayıldığı ölkə Ekvador, Ekvadorun paytaxtı Quito şəhəridir. Braziliya, Braziliyanın paytaxtı subekvatoriala düşür deyənə mən bura yazmamışam. Amma ölkə düşür ekvatoriala. Sonra Kongo Demokratik Respublikası, onun da paytaxtı düşmür, subekvatoriala düşür. Kamerun, Afrikada Yaounde paytaxtıdır. Nigeriya, paytaxtı Abuja. Benin, Afrika ölkəsidir. Benin, paytaxtı Porto Novo. Togo, paytaxtı Lome. Ghana, paytaxtı Accra. Sonra Hind okeanında yerləşən ada dövlət Maldiv, paytaxtı Male. Şri Lanka, paytaxtı Colombo. İndoneziya, paytaxtı Jakarta. Malayziya, paytaxtı Kuala Lumpur. Brunei, paytaxtı Bəndər Səri Begawan. Papua Yeni Qvineya, onun paytaxtı subekvatoriala düşür. Ona görə paytaxtını yazmamışam. Filippin, Filippinin də paytaxtı Manila şəhəri subekvatoriala düşür. Ona görə paytaxtını yox, ölkəni yazmışam. Bu ölkələrə və paytaxt şəhərlərə diqqət etmək lazımdır. Və ümumiyyətlə ekvatorial qurşağın yayıldığı ərazilərə diqqət edin. İndi ekvatorial qurşağın xarakteri xüsusiyyəti ilə tanış olaq. Ekvatorial qurşaqda, yəni bu adların çəkdiyim ərazilərdə bir fəsil var, yəni daima yay fəsli müşahidə olunur. İl boyu temperatur 25-28 dərəcə, yağıntıların miqdarı 2000-3000 mm təşkil edir. Ekvatorial qurşağa aid olan xüsusiyyətlər alçaq təzyiq, qalxan hava və zenit yağışları müşahidə olunur. Və zenit yağışları nədir? Zenit yağışları konvektiv yağışlara deyilir. Yəni leysan yağışlara zenit yağışları da deyilir. Konvektiv yağışlar ekvatorial qurşaq üçün xarakterikdir. İllik amplitud kiçikdir, çünki bir fəsil var. Yəni yay ilə qış arasında qış fəsli yoxdur deyənə, yəni elə bir fəsil dəyişkənliyi olmadığına görə illik amplitud deməli yox səviyyəsindədir. Yəni çox kiçikdir. İllik amplituda baxın. Ən isti temperatur 28 dərəcə, ən aşağı temperatur müsbət 25 dərəcədir. Bunlar arasındakı fərq cəmi 3 dərəcə təşkil edir deyənə, illik amplitudanı biz kiçik hesab edirik. Yağıntıların miqdarına baxın. Yağıntıların illik miqdarı 2000 mm-dən dedik çoxdur və il boyu yağır. Görürsünüz, bütün aylar üzrə demək olar ki, yağıntıların illik miqdarı eynilik təşkil edir. Və temperaturu göstərən qırmızı xəttə diqqət edin. Aylar üzrə demək olar ki, orta aylıq temperaturlar hamısı eynilik təşkil edir deyənə. Ona görə iqlim diaqramının illik temperaturu göstərən bu xətti elə də tərəddüd etmir. Yəni düz xətt şəklində çəkilmişdir. Yəni il boyu isti, il boyu yağıntılı 2000-3000 mm və il ərzində 25-28 dərəcə hər gün demək olar temperatur müşahidə olunur. Alçaq təzyiq, qalxan hava və leysan yağışlar. Eyni zamanda bu ərazi üçün, yəni ekvatorial qurşağı təşkil edən ərazilər üçün bataqlıqlar, zəngin meşələr, sıx cəngəlliklər xarakterikdir və hündür boylu, çox yaruslu, çox mərtəbəli ağaclar xarakterikdir. Burada da belə sxematik olaraq təsvir olunub ekvatorial ərazilərin yayılması, əsas coğrafi regionlar və su hövzələri, Amazon və Kongo hövzələri, bunlar çay adlarıdır.
Cənubi Amerika və Afrika qitələrinin ən böyük çay sistemlərini təşkil edir. Amazon və Kongo. Adalar və yarımadalar, Zond, Maldiv, deməli, Filippin, Malakka yarımadaları əsas ərazilərdir. Strateji nöqtələrdən Piyay burnunu biz qeyd edəcəyik. Piyay burnu bildiyiniz kimi Avrasiya materikinin cənub ucqar nöqtəsidir və Malayziyanın ərazisində 1 dərəcə şimal enliyində yerləşir. Yeni Qvineyanın da şimalı bura düşür. Ölkələrin adları ilə bayaq tanış olduq. Burada da bir daha verilib. Paytaxt şəhərlər həmçinin təqdim olunub burada aşağı hissədə. İndi isə subekvatorial qurşaq haqqında danışacağıq. Subekvatorial qurşaq da dedik ki, iqlim tipinə ayrılmır. Amma subekvatorial qurşaqda 2 fəsil müşahidə olunur. Yay fəsli və qış fəsli. Yay fəsli və qış fəsli müşahidə olunur. Yay fəslində subekvatorial iqlim qurşağı keçid iqlim qurşağıdır axı. Subekvatorial iqlim qurşağı keçid iqlim qurşağı olduğuna görə öz hakim hava kütləsi yoxdur. Subekvatorial qurşaq yerləşir ekvatorialla tropik iqlim qurşaqlarının arasında. Deməli, yayda ekvatorial hava subekvatorialın yayıldığı əraziyə təsir edir. Qışda isə tropik hava subekvatorialın yayıldığı əraziyə təsir göstərir. Ekvatorial xüsusiyyəti nədir? Ekvatorial əgər gəlirsə subekvatoriala, ərazi rütubətli olur. Yox, tropik gəlirsə, tropik quru gətirir, yəni quraqlıq gətirir və subekvatorialda sanki həyat ölür və quraqlıq mövsümü başlayır. İqlim diaqramlarına baxanda bunu aydın görmək olur. Şimal yarımkürəsi üçün subekvatorial qurşağın xarakterik olduğu iqlim diaqramına diqqət etsəz, görərsiniz ki, iqlim diaqramı necə oxunur? Aşağıda ayların adları qeyd olunub, yanvar, fevral, mart və s. Bu şəkildə 12 ayın 12-sinin də adı qeyd olunub. Deməli, bu ayların biz hər birinin yağıntı sütunlarına diqqət etsən, məsələn, yanvar ayında görürük ki, yağıntının miqdarı azdır. Amma iyun aylarında, bax bu hissədə, bu göstəriciyə diqqət edin, görürsünüz nə qədər yuxarı qalıb. Bizə bilirik ki, iyun, avqust ayları yay aylarıdır. Ona görə şimal yarımkürəsində yay aylarıdır. Təbii ki, cənub yarımkürəsində qış aylarıdır. Həmin iyun, avqust ayları. Gördüyünüz kimi yayda yağıntılar daha çox düşür və orta illik yağıntı miqdarı 1215 mm təşkil edir. Subekvatorial qurşaqda da demək olar ki, il boyu isti olur. Yəni, baxmayaraq ki, 2 fəsil müşahidə olunur. 2 fəslin müşahidə olunması bu iqlim qurşağının temperaturuna görə deyil, yağıntının paylanmasına görədir. Yəni, yağıntılar yayda düşür, qışda isə quraq olur. Amma il boyu temperaturu göstərən xəttə diqqət edin, qırmızı xəttə. Görərsiniz ki, elə o da demək olar ki, düz çəkilib, yəni isti olur. Şimal yarımkürəsində. Gəldik cənub yarımkürəsinə. Cənub yarımkürəsində isə görürsünüz ki, şimal yarımkürəsinin tam əksi demək təsvir olunub. Yəni, yanvar, fevral, mart aylarında, dekabr, yanvar, fevral aylarında daha doğrusu, yəni qış aylarında, bizim qış aylarımızda, amma cənubun yay ayıdır, dekabr, yanvar, fevral, çox yağıntı düşüb. Amma bizim yay aylarımız cənubun qış aylarında isə az yağıntı düşüb. Deməli, subekvatorial istəyir şimal yarımkürəsi olsun, istəyir cənub yarımkürəsi olsun, fərq etməz. Yağıntı yalnız yayda düşür, qışı quraq keçir. Amma temperatur xəttinə diqqət etsək, görərik ki, şimala nisbətən tərəddüd cənubda daha çoxdur. İndi biz yayıldığı ərazilərlə tanış olacaq bir daha subekvatorialın. Subekvatorial qurşağın yayıldığı ərazilərdə çaylar, fəsillərdən asılı olaraq bolsulluq dövrü də fərqlənir. Məsələn, subekvatorial qurşağın yayıldığı ərazilərdə Cənubi Amerikanın şimalında Orinoco çayı, Afrikada Zambezi çayı, Avrasiyada Brahmaputra, Iravadi, Saluin, Mekong, Gang çayları subekvatorial qurşaqda yerləşir. Bu çaylar nə vaxt bolsul olar? Çox yağışın yağdığı mövsümdə. Çox yağış da subekvatoriala nə vaxt yağırdı? Əlbəttə ki,
yay fəslində yağırdı. Qışda yağıntı az düşür deyənə quraq mövsüm müşahidə olunduğuna görə yağıntıların miqdarı da azlıq təşkil etdiyinə görə çayların bolsulluq dərəcəsi azalmış olur. Demək, bu çaylar nə vaxt bolsul olur? Yay fəslində bolsul olur. Burada subekvatorial qurşağı xarakterizə edən iqlim dinamikası sxemi təyin olunub. Yay fəslində dedik ki, yağıntılı dövrdür, çünki ekvatorial hava kütləsi daxil olur subekvatorial ərazisinə. Qışda isə quraqlıq dövr başlayır və tropik hava kütləsi demək, quraq mövsümü yaradır. İndi burada bir qeyd var. Bu qeydə diqqət etsəz, burada bildirilir. Bura haradır? Bura Hindistan yarımadasıdır. Hindistan, bayaq demişdim ki, Hindistan yarımadasına musson küləkləri təsir göstərir. Bu musson küləklərinin təsiri ilə normalda bu Hindistan yarımadasında, eyni zamanda Hindçin yarımadasında belə tropik qurşaq yaranmalıydı. Lakin musson küləklərinin təsiri nəticəsində tropik zolaq kəsildi və əvəzində subtropik qurşaq burada əmələ gəldi. Bayaq adlarını çəkdiyimiz çayların yerləşməsinə diqqət edək. Orinoco çayı Cənubi Amerikanın şimalında Venezuela dövlətinin ərazisində yerləşir. Zambezi çayı Afrikanın cənub hissəsində deməli bir neçə dövlətin ərazisindən keçir və mənsəbi Mozambikin ərazisindədir. Sonra Qanq çayı, Mekong çayı, Irrawaddy, Brahmaputra çaylarını da siz görürsünüz burada. Deməli, bunlar yayda bolsul olur. Qışda isə bolsulluq dövrü bitir və qıtsulluq dövrü başlayır. Subekvatorial qurşağın bitkilər aləminə diqqət etsək, bir canlılar aləminə, flora bilirsiniz bitkilər aləmidir. Meşələr nisbətən seyrək olur, lakin hündür ot örtüyü üstünlük təşkil edir. Əhali bu subekvatorial qurşaqda çox sıx məskunlaşmışdır. Yəni, burada bax, çayların yerləşdiyi ərazidə əhali çox sıx məskunlaşıb. Həqiqətən də bilirsiniz ki, burada Hindistandır, sonra bu Hindçin yarımadasında Vyetnamdır, Taylanddır və s. ölkələr, sonra Venezuelanın özünün ərazisində əhali sıx məskunlaşmışdır. Nəyə görə sıx məskunlaşıb? Çünki subekvatorial qurşaq əhalinin yaşaması üçün əlverişli regiondur, zonadır. İndi yayıldığı ərazilərə bir daha baxaq, deməli. Subekvatorial qurşağın yayılma zonaları ilə gəlin tanış olaq. Əvvəlcə Amerika və Afrika regionları ilə tanış olaq. Deməli, Amerika regionu bilirsiniz, Şimali Amerika və Cənubi Amerikadan ibarətdir. Şimali Amerikanın cənub ucqar nöqtəsi Mariato burnu. Baxın, Mariato burnu. Sonra Orinoco ovalığı, Guyana yaylası, Amazon çayının mənsəbi, Braziliya yaylası subekvatorial qurşaqda yerləşir. Afrika. Afrikada böyük səhra ilə ekvatorial arasında, ekvatorial qurşaq arasındakı əraziləri əhatə edir. Efiopiya və Şərqi Afrika yaylalarını və Madagaskar adasının şimal hissəsi və bir çox çayları bayaqlarım qeyd etdik. Zambezi çayının adını qeyd etmişdik. Bundan əlavə Niger çayının orta və yuxarı axarlarını, Senegal çayı hövzəsini və bir də Volta çayının yuxarı axarlarını əhatə edir. Asiya ikinci regionu olaraq Asiya, Avstraliya və Okeaniya regionları. Əvvəlcə Cənubi və Cənub-Şərqi Asiya, Hindistan yarımadası, Qanq hövzəsi, Filippin, Tayvan, İndoneziyanın cənub adalarını əhatə edir. İndoneziyanın cənub yarımkürəsində olan hissəsi var, cənub subekvatoriala düşür. Avstraliya materikində isə, Avstraliya materik və Okeaniyada isə Arnhem Land, Cape York yarımadaları, Yeni Qvineyanın cənubu və Solomon adaları əsas yayılmış məntəqələrdir.
Bura diqqət edin, Afrikada dedik Senegal çayı, Niger çayı, Volta çayı, Zambezi çayı hövzələri, Victoria, Tanganyika, Nyasa göllərinin sahilləri. Asiya qitəsində Şri Lankanın şimalı, Andaman adaları, Hindçin yarımadası, Hainan adası, hətta Tayvan adası da, sonra Yavanın cənub hissəsi, sonra digərlər Madaqaskarın şimalı, Seyşel, Komor adalarına Qəmər adaları da deyilir. Afrikanın ucqar nöqtələri olan Almadi və Rasxafın burunları subekvatorial qurşağa düşür. Gəldik tropik qurşağa, yüksək sahəsi. Tropik qurşağın yayıldığı ərazilərə baxaq, bayaq tanış olmuşduq da baxaq. Kaliforniya yarımadası, Meksika yaylası, West Hind adaları, Böyük Səhra, Ərəbistan səhrası, Namib və Kalahari səhrası, Mərkəzi Avstraliya. Bir də burada Havay adaları var. Havay adalarında bura əlavə etmiyorlar ki, tropik qurşaqda yerləşir. Tropik qurşağın xarakteri xüsusiyyəti nədir? Enən hava axınları və yüksək təzyiq. Bulutsuz səma. Yüksək sutkalıq amplitud. Gündüzlər isti olur, gecələr soyuq olur. Səhra bölgə geniş sahə tutduğuna görə zəif deməli bitki örtüyü mövcuddur. Zəif bitki örtüyü. Tropik qurşağın demək iki üzü, yəni iki tipi. Tropik qurşaq yerləşməyə görə iki tipi ayrılır. Tropik dəniz və tropik kontinental, yəni səhra. Tropik dənizə aid olan xüsusiyyətlər hansılardır? Rütubətli bölgə, okeanlar və adalar, isti cəryanların təsiri. Tropik kontinental səhra. Quraq bölgə, materik daxili və qərb sahilləri, soyuq cəryanların təsiri. İndi baxaq. Tropik kontinental, yəni səhraların yaranması. Dedik ki, quraq bölgədir. Mexanizm nədir? Enən hava, soyuq cəryanlar, bir də yağıntısız mühit. Məsələn, bura harada? Afrikanın cənub hissəsidir. Afrikanın cənubundan, cənub hissədə qərb sahillərində, bura Atlantik okeandır. Atlantik okean. Atlantik okeanda Afrikanın bu hissəsində soyuq Bengel cəryanı keçir. Soyuq Bengel cəryanı, bura yazıb soyuq cəryan, adı da Bengeldir. Nə yaradır burada? Səhra yaradır. Adı da Namibdir. Bu səhranın adı Namib səhrasıdır. Burada enən hava kütlələri, soyuq cəryan enən hava kütlələri yaradır və nəticədə səhra və yarım səhralar əmələ gəlir. Rütubətli zona olan tropik dəniz tipi isə, məsələn, bura haradır? Bura West Hind adalarıdır. Məsələn, Kuba, Haiti, Yamayka, Puerto Rico, sonra Florida yarımadasının cənub hissəsi, sonra burada biz Yucatan yarımadasını görə bilirik. Xüsusiyyəti nədir? Bölgə rütubətlidir. Tropik dəniz tipi əsasən okeanların üzərində, adaların və cənub yarımkürəsində materiklərin şərq sahillərində. Bax, cənub yarımkürəsində materiklərin qərb sahili tropikin səhrasıdır. Amma cənub yarımkürəsində materikin şərq sahilləri tropikin rütubətli tipidir. Əsasən isti cəryanların təsiri ilə, bax, burada Antil cəryanının bu Antil adalarına, yəni və yaxud da West Hind adalarına təsirini görürsünüz. Görürsünüz, isti cəryanlar burada yağıntını artırır. Bura Meksika körfəzidir, bura isə Karib dənizidir. İndi tropik iqlim qurşağı haqqında mətn şəklində baxaq. Tropik iqlim qurşağı il boyu tropik hava hakimdir. Enən hava axınları yüksək təzyiq, sahəsi bulutsuz, quraq hava şəraiti, rütubətlənmə əmsalı 0,5-dən kiçikdir, düz radiasiya, yüksək sutkalıq amplituda, yüksək buxarlanma qabiliyyəti, zəif bitki örtüyü, quraqlığa davamlı kserofit bitkilər, seyrək çay şəbəkəsi, şorsulu göllər, səhra və yarım səhralar səciyyəvidir. Tropik iqlim qurşağı musson küləklərinin təsiri ilə cənub və cənub-şərqi Asiyada qırılır və tam zolaq əmələ gətirmir. Asiyada Tar səhrasına qədər davam edir.
Cənub və Cənub-Şərqi Asiyada iki keçid iqlim qurşağı subekvatorial və subtropik qonşulaşır. Bayaq dediyimiz kimi tropik qurşaq iki tipə ayrılır. Tropik dəniz rütubətli bölgədir. Əsasən okeanlarda və adaların üzərində, həmçinin cənub yarımkürəsində materiklərin şərq sahillərində isti cəryanların təsiri altında yaranır. Məsələn, yayıldığı ərazilər Braziliyanın şərqi, Cabo Branco burnu daxil olmaqla, Madaqaskarın cənubu, Avstraliyanın şərqi, West Hind adaları, Havay adaları və s. Tropik kontinental, yəni səhra tipi, quraq bölgədir. Enan hava kütlələrinin və soyuq cəryanların təsiri ilə səhra və yarım səhralar yaranır. Şimali Amerikada Kaliforniya yarımadası, Afrikada Böyük Səhra, Afrikanın cənubunda Kalahari və Namib səhrası, Cənubi Amerikada Atakama səhrası, Avstraliya materikində Böyük Qumlu Simpson, Asiyada isə Rub Əl-Xali və Tar səhraları tropik kontinental bölgəyə düşür. Səhraların yerləşdiyi ərazini görürsünüz. Dünyanın ən böyük səhrası, sahəsi 9 milyon kvadrat kilometrdən böyük olan Böyük Səhra və yaxud da Sahara, Afrikanın şimalını əhatə edir. Afrikanın cənubunda Kalahari və Namib səhralarının yerləşməsini görürsünüz. Ərəbistan yarımadasında Rub Əl-Xali səhrası, Pakistan və Hindistan ərazisində Tar səhrası, Çilinin ərazisində Cənubi Amerikada Atakama səhrası və Avstraliya materikində Böyük Qumlu səhralarının adlarını görürsünüz. İndi iqlim diaqramlarına diqqət edək. Tropik ziddiyyətlər səhra və dəniz tipi. Kontinental, yəni səhra tipi nə idi? Kontinental tip dedik ki, materiklərin qərb sahillərini və soyuq cəryanların təsiri altında olan əraziləri əhatə edir. Məsələn, Böyük Səhrada enən hava kütlələrinin mövcudluğu ilə əlaqədar olaraq quraq ərazi yaranmışdır. İqlim diaqramına diqqət edin. İllik yağıntının miqdarı çox cüzidir, 15 mm. Bəzi yerlərdə 50-100 mm-də ola bilər. Havanın temperaturu yayda 35-40 dərəcəyə qədər qalxır. Qışda isə havanın temperaturu mənfiyə düşmür. 10-15 dərəcədən çox olur hətta. Yəni isti bölgədir. Dəniz, rütubətli bölgə, dediyi materiklərin şərq sahillərini əhatə edir. İsti cəryanlar və bir də materiklərin şərqindən gələn passat küləkləri, məsələn, Avstraliyanın şərqinə və Afrikanın şərqinə, cənub-şərqinə passat küləklərinin də təsiri var və nəticədə nə baş verir? Rütubətli ərazi, West Hind adaları və Havay adalarını qeyd edə bilərik ki, bu ərazilərdə West Hind adalarına da passat küləkləri təsir göstərir və rütubətli tropik əmələ gəlir. Bayaq qırılma ilə bağlı bir nüansı diqqətinizə çatdırdım. Dedim ki, Asiyada Tar səhrasına qədər kontinental, yəni səhra davam edir. Sonra burada kəsilir, musson küləklərinin təsiri ilə, baxın, oxlarla göstərilir, musson küləklərinin təsiri ilə bu ərazi rütubətlənir və nəticədə subekvatorial və subtropik iqlim burada qonşulaşır. Gəldik subtropik qurşağa. Subtropik qurşağın yayıldığı ərazilər, ölkələr ABŞ, Aralıq dənizi sahili ölkələr, Yaponiya və Çin, cənubda Çili, Argentina, Uruqvay, Cənubi Afrika Respublikası, Avstraliyanın cənubu və Yeni Zelandiyanın deməli şimal hissələri əhatə edir. Subtropik qurşaq görürsünüz, sub sözünü ilə başlayır. Sub sözünü ilə başlayırsa mütləq burada deməli öz hava kütləsi olmadığına görə qonşularının təsiri ilə əmələ gələcək. Və subtropik qurşağın qonşuları hansıdır? Əlbəttə ki, tropik və mülayimdir. Yayda tropik hakim olur, qışda isə mülayim hakim olur. Tropik qurağı ərazidir axı, demişdik ki, qurudur, yəni quraqdır, isti və qurudur. Deməli, subtropikə, adın bu xəritədə gördüyünüz ərazilərə yay fəslində tropik hava gələrkən isti və quraqlıq yaranır. Qışda isə mülayim gələndə sərin və rütubətli hava deməli bu ölkələrdə əmələ gəlir. Azərbaycan da məsələn
Azərbaycanın da 65% subtropik qurşağa düşür və 35% mülayimə düşür. 65% ərazi, yəni subtropik qurşağa düşən ərazi əsasən yayda isti, qışda isə mülayim və rütubətli, yəni sərin və rütubətli olur. Subtropik qurşaq indiyə qədər öyrəndiyimiz ekvatorial, subekvatorial və tropikdən fərqli olaraq bütün fəsillərin müşahidə olunduğu qurşaqdır. Yəni ekvatorialda bir fəsil müşahidə olunurdu. Subekvatorialda 2 fəsil, tropikdə də 2 fəsil müşahidə olunur. Subekvatorialda bayaq dedik ki, yağıntısına görə fərqlənir fəsillər, yay və qış ayrılır. Tropikdə isə əsasən nisbətən temperaturuna görə fərqlənir. Onsuz da il boyu tropik quraq idi. Amma subtropikdə 4 fəslin 4-ü də müşahidə olunur. Subtropikin 4 dənə tipi var. Bayaqlarım biz bu haqda danışdıq ki, aralıq dənizi iqlim tipi, kontinental tip, musson tip və bərabər rütubətli subtropik tiplər vardır. İndi olan iqlim diaqramına diqqət etsək biz nə görərik? Altından qeyd olunub. Bax, quru yay həqiqətən də yay fəslində görürsünüz bu göy hissə, göy sütun balaca təsvir olunub. Amma qış fəslində kənardakılar daha hündür təsvir olunub. Rütubətli qış, aralıq dənizi yadınıza saxlayın. Yəni, quru yay quraq keçir, qış isə rütubətli keçir. Belə bir diaqram görsəniz, bilin ki, bu aralıq dənizi iqlim tipidir. Kontinental tip. Kontinental tipdə yay isti olur, qış isə soyuq olur, il boyu yağıntıların miqdarı az olur. Gəldi mussona. Mussonda yay, fikir verin, aralıq dənizinin tam əksidir. Bax, bunlar aralıq dənizlə musson bir-birinin əksidir. Necə olur? Aralıq dənizində yağıntılar qışda düşürdü, yay quraq keçirdi. Amma mussonda yağıntılar yayda çox düşüb, qış quraq keçir. Yəni, bir-birinin tam əksidir. Bərabər rütubətli subtropik isə yalnız cənub yarımkürəsində müşahidə olunur. Temperatur xəttinə diqqət etsək, görərik ki, yanvarda temperatur daha yüksəkdir. Yanvarda nə üçün daha yüksəkdir? Çünki cənub yarımkürəsində yaydır. İl boyu bərabər yağıntı paylanır. Həqiqətən də görürsünüz ki, yağıntılar demək olar il boyu bərabər paylanır. Bəs il boyu yağıntıları bərabər paylanmış başqa hansı iqlim var idi? Əlbəttə ki, ekvatorial iqlim qurşağı, bir də tropikin dəniz tipi, yəni rütubətli tropik də il boyu bərabər paylanan, yağıntılar il boyu bərabər paylanan iqlimlərdəndir. Deməli, ekvatorial, tropikin dəniz tipi, subtropikin bərabər rütubətli tipi il boyu yağıntılar bərabər paylanmış iqlimlərdir. İndi gəlin bir tipləri ilə tanış olaq subtropikin. Aralıq dənizi iqlim tipi. Dedik, yay keçir, qış rütubətli keçir. Aralıq dənizi ətrafı ölkələrdə Şimali Afrika ölkələrinin sahil zonası. Şimali Afrikaya Mərakeş, Əlcəzair, Tunis, Liviya və Misir daxildir. Ki, hansı ki, onların bir hissəsi aralıq dənizi iqlim tipinə düşür. Həmçinin Avropanın cənub ölkələri, İspaniya, sonra Fransanın cənubu, İtaliya, Malta, Yunanistan, Albaniya, Makedoniya, Kosova və s. Sonra Portuqaliya. Əslində, Portuqaliyanı görürsünüz, mötərizədən kənarda yazmışam. Ona görə ki, deməli, ona görə yazmışam ki, bunu aralıq dənizinə çıxışı yoxdur. Çünki daha əvvəldən yazmışdım burada ki, aralıq dənizi ətrafı ölkələr. Aralıq dənizi ətrafı ölkələr deyərkən Portuqaliya nəzərdə tutulmur. Amma Portuqaliya Avropanın cənub ölkəsidir. Sonra Portuqaliya, Türkiyə, Suriya, İsrail, İraq, Azərbaycan, Gürcüstan, İranın şimalı. Sonra Aralıq dənizində olan Balear adaları İspaniyaya məxsusdur. Siciliya, Sardiniya, bu iki ada İtaliyaya məxsusdur. Korsika Fransaya məxsusdur. Kret Yunanistan, Kipirdə müstəqil adadır və dövlətdir. Bu adalar Aralıq dənizi iqlim tipinə düşür. Sonra Çilinin paytaxtı Santiago şəhəri, ABŞ-ın qərbində Kaliforniya ştatı, Avstraliyanın cənub-qərbində Perth şəhəri, Afrikanın cənub-qərbində Carın qərbi bu iqlim vilayətində yerləşir. Aralıq dənizi iqlim tipində torpaqlar qəhvəyidir. Sitrus bitkiləri, üzüm, zeytun becərilir. Codyarpaqlı meşələr təbii zonası yayılmışdır.
Şimal yarımkürəsinin Aralıq dənizi iqlim tipinin iqlim diaqramına diqqət edin. 850 mm yağıntı düşür. Yağıntılar dediyimiz kimi qışda düşür. Yayda isə yağıntılar az düşür. Havanın temperaturu qışda sıfırdan aşağı enmir. Baxın, diqqət edin, burada 5-8 dərəcəyə qədər enə bilir, amma sıfırdan aşağı düşmür. Yəni qış soyuq keçmir, mülayim keçir. Amma yayda tropik gəldiyinə görə havanın temperaturu 30 dərəcəyə qədər qalxa bilir. Cənub yarımkürəsində fikir verin. Burada iqlim diaqramına diqqət edin. Şimalın tam əksidir. İstər temperaturu göstərən xəttə diqqət etsəz, görərsiniz ki, xəttin ağzı yuxarıdır, amma şimal yarımkürəsində xəttin ağzı aşağı idi. Yəni belə üzü aşağı baxırdı, amma cənub yarımkürəsi üzü yuxarı baxır. Burada qışda iyun, iyul, avqust ayları müşahidə olunur, yağıntıların çoxluğu. Yayda isə dekabr, yanvar, fevral aylarında yağıntılar az düşür. Sonra gəldik kontinental tipə. Kontinental tip əsasən materiklərin daxili hissələrində, Şimali Amerikada Missisipi ovalığı, Avrasiyada İranın şərqi, Əfqanistan və s. daxili bölgələrdə, bir də Argentinanın qərbində, Patagoniyanın qərb hissəsində səhra və yarım səhralar müşahidə olunur. Kontinental tipə diqqət edin, görürsünüz ki, yağıntılar azdır. Yayda çox isti olur, qışda isə havanın temperaturu mənfi 5 dərəcədən də aşağı enir, yəni 10 dərəcəyə qədər enə bilər. Burada amplituda böyükdür, illik amplituda böyükdür, çünki yayın temperaturu təxminən 25-30 dərəcə, hətta daha çox ola bilir. Qışda isə havanın temperaturu mənfiyə düşür. Sonra musson iqlim tipi. Musson iqlim tipi dedik ki, materiklərin şərq hissəsində, yəni Avrasiyanın Sakit Okean sahilində, Böyük Çin düzənliyi, Koreyanın cənubu, Yaponiyanın cənubu, sonra Yansızı çayının mənsəbi, Şimali Amerikada Atlantik Okean sahilində, ABŞ sahillərində, Atlantik sahili ovalıq, Florida yarımadasının şimalını əhatə edir. Yalnız Şimali Amerika və Avrasiya materikinin şərq sahilində yaranır musson tipi. Cənub materiklərində yoxdur. Şərqi Asiyada çəltiçilik yüksək inkişaf etmişdir. Subtropik qurşağın iqlim diaqramına diqqət edin. Havanın temperaturu qışda sıfırdan aşağı enmir, Aralıq dənizi kimi. Yayda isə havanın temperaturu bəzən 30 dərəcəyə qədər qalxa bilir. Yağıntılar isə Aralıq dənizindən fərqli olaraq bayaq dedik ki, yayda düşür, qışı quraq keçir. Yəni mussonun xüsusiyyəti odur ki, musson küləklərinin təsiri ilə, yəni yay mussonu və qış mussonuna ayrılır musson küləkləri. Yay mussonu okeandan quruya doğru yay fəslində əsdiyinə görə yağıntı gətirir. Qış mussonu isə qurudan okeana doğru əsir və yağıntının azalmasına səbəb olur. Bərabər rütubətli subtropik tiplə davam edək. Cənubi Amerikada Argentina, Uruguay dövlətlərinin ərazisində, La Plata körfəzinin sahilləri, Afrikada Carın cənub şərqi, Əjdaha dağlarının cənub ətəkləri, Avstraliyanın cənub şərqi, Tasmaniya adası, Yeni Zelandiya adalarının şimalında formalaşmışdır. La Plata ovalığında münbit qırmızı-qara torpaqlar taxılçılığın inkişafına şərait yaradır. Yağıntı gördüyünüz kimi il boyu demək olar ki, bərabər paylanıb və cənub yarımkürəsinin iqlim diaqramının temperaturu göstərən xəttdə üzü yuxarı baxdığına görə cənub yarımkürəsini ifadə edir. Gəldik mülayim iqlim qurşağına. Mülayim iqlim qurşağı 40-45 dərəcə şimal enlikləri ilə qütb dairələri arasında təxminən 66-5 dərəcə arasında ərazilər əhatə edir. Tərkibində çoxlu iqlim tipi və təbii zona olan iqlim qurşağıdır. Mülayim iqlim qurşağı da subtropik iqlim qurşağı kimi 4 fəslin müşahidə olunduğu əraziləri əhatə edir və 4 iqlim tipinə ayrılır bu da. Mülayim dəniz, mülayim kontinental və musson iqlim tiplərinə ayrılır. Mülayim iqlim qurşağının yayıldığı ərazilərə biz diqqət etsək, şimal yarımkürəsində Avrasiyanın çox böyük bir hissəsini, Mərkəzi Asiya, Sibir ərazisi, hətta Şərqi Asiyaya qədər uzanıb gedir. Ta ki Avropadan, İrlandiya adasından başlayır. Eyni zamanda Şimali Amerikada da ABŞ və Kanadanın ərazilərini əhatə edir. Cənub yarımkürəsində isə deməli
Patagoniya yaylası Argentina ərazisində və Avstraliyanın cənubunda Tasmaniya adası, bir də Yeni Zelandiyanın cənubunu əhatə edir. Afrika materikində mülayim qurşaq yoxdur. Dediyimiz kimi fəsillər aydın müşahidə olunur və yer kürəsini bütöv zolaq əmələ gətirir. Bütöv zolaq əmələ gətirməyən iqlim qurşaqları bir ekvatorialdır, bir də şimal tropik deməli iqlim qurşağıdır. Şimal tropik dedik ki, Hindistanda Tar səhrasında kəsilirdi. Çünki ora musson küləkləri təsir göstərirdi. Cənub yarımkürəsində də amma tropik qurşaq tam zolaq əmələ gətirirdi. Bir də ekvatorial qurşaq hissə-hissə idi, yəni tam zolaq əmələ gətirmirdi. İndi gəl bir-bir bunlarla tanış olaq. Mülayim dəniz. Mülayim dənizin yayıldığı ölkələr, adalar və dənizlərlə tanış olaq. Mülayim dəniz yayılıb harda? Qərbi Avropanın Atlantik okeanı sahilində İrlandiya, Böyük Britaniya, Danimarka, Belçika, Niderland, Fransanın qərbi, Norveçin cənub hissələrini əhatə edir. Şimal dənizi sahilləri, Asiya qitəsində isə Kamçatka yarımadası, Kuril adaları, Komandor adaları, sonra Şimali Amerikanın Alyaska körfəzi sahillərini, sonra Aleksandr arxipelağı, Kraliça Şarlotta adaları, Vancouver adası, Alyaska yarımadası. Alyaska yarımadasının demək olar ki, bütövlükdə mülayim dəniz hakimdir. Sonra Aleut adaları, Hudson körfəzinin cənub sahili, Labrador yarımadasının cənubu, Cənubi Amerikada Çilinin Sakit Okean sahili, Tasmaniya və Yeni Zelandiya adalarının cənub hissələrini mülayim dəniz iqlim tipi əhatə edir. Deməli, mülayim dəniz iqlim tipinin yayıldığı ərazilərdə yayda hava sərin olur, 17-18 dərəcə, qışda isə mülayim keçir, müsbət 5 dərəcə temperatur qeydə alınır. Yağıntılar təqribən il boyu bərabər paylanır. Deməli, biz daha öncə yağıntıların il boyu bərabər paylandığı 3 dənə iqlim demişdik. Bir ekvatorial, bir tropikin dəniz tipinin, bir də subtropikin bərabər rütubətlisini demişdik. İndi dördüncünü də bura əlavə edirik. Mülayim dənizdə də yağıntılar təqribən il boyu bərabər paylanmışdır. Burada görürsünüz 931 mm illik yağıntı qeydə alınıb. 931 mm illik yağıntı konkret olaraq deməli London şəhərinə aiddir. Yəni Böyük Britaniyaya aiddir. Amma mülayim dənizdə yağıntıların miqdarı təxminən 800-1000 mm aralığında dəyişir. Yəni istəyir hansı ərazi olur olsun, orada 800-1000 mm aralığında yağıntı qeydə alınır. Gördüyünüz kimi temperaturu göstərən xəttə də diqqət etsək, görərik ki, qış elə də isti keçmir, yay elə də isti keçmir. Təxminən 15-17 dərəcə, 20 dərəcəyə qədər temperatur qeydə alınır. Qışda isə havanın temperaturu 5 dərəcədən aşağı düşmür, yəni soyuq olmur. Hava qışda da mülayim keçir. Gəldi mülayim kontinentala. Mülayim kontinental Avropada Ural dağlarına qədər, Skandinaviya yarımadasında İsveç və Finlandiya ərazisi, Kola yarımadasının cənubu, Almaniya Polşa ovalığı, Şərqi Avropa düzənliyi, Orta və aşağı Dunay ovalıqları, Padan ovalığı, Qara dənizinin şimalı, Şimali Amerikada qayalı dağlarla sahil silsilələri arasında, Cənubi Amerikada Patagoniyada, Odlu Torpaq adasının şərq sahilində mülayim kontinental iqlim tipi yayılmışdır. Mülayim kontinental yayda hava sərin olur, 18-20 dərəcə. Qışda isə soyuq olur, -10 dərəcə. Yəni, mülayim dənizdən nə ilə fərqləndi? Qışın temperaturuna görə. Qışın temperaturu mülayim dənizdə 5-dən aşağı düşmürdü, amma mülayim kontinentalda -10 dərəcəyə qədər enə bilir. İqlim diaqramına diqqət etsək nə görürük? İqlim diaqramına diqqət edəndə görürük ki, yağıntılar əsasən yay fəslinə düşür. 604 mm yağıntı Moskva şəhərinin yağıntısının miqdarıdır. Amma 500-600 mm-lik yağıntı mülayim kontinentalın hər yerinə düşür. Diaqramda da görürsünüz ki, yayda havanın temperaturu 20 dərəcənin altındadır. Qışda isə -10 dərəcəyə qədər havanın temperaturu enə bilir. Növbəti iqlim kontinentaldır. Mülayimin ən təhlükəli iqlimi budur. Yayıldığı ərazilər Asiyada Qərbi Sibir ovalığı, Orta Sibir yaylası,
Qazaxıstan, Monqolistan, Çinin şimal-qərbi, Sinsiziyan Uyğur, Şimali Amerikada böyük göllər ətrafı, mərkəzi düzənlikləri, Winnipeg gölünün ətrafı, Mississippi çayının mənbəyi olan Itasca gölü ətrafı mülayimin, deməli, kontinental tipinin yayıldığı ərazilərdir. Nə üçün bu kontinentaldır? Çünki yayda hava çox isti olur, 20 dərəcə və ondan artıq olur. Qışda isə kəskin soyuq, mənfi 20 dərəcə və daha aşağı temperatur qeydə alınır. Yağıntılar yayda düşür. İqlim diaqramına da diqqət edin. Ən isti ayın temperaturu 20 dərəcə göstərilib. Ən soyuq ayın temperaturu isə mənfi 20 dərəcəyə qədər yanvar ayının temperaturu görünür. Bura amplituda, illik amplitudanın ən yüksək dünyada illik temperatur amplitudasının ən yüksək göstəricisinin qeydə alındığı iqlim məhz bu kontinentaldır. Bu ərazilərdə qeydə alınır. Gəldi mülayimi mussonuna. Mülayimi mussonu yalnız Asiya qitəsinin şərqində, Oxud dənizinin qərb, şimal və cənub sahillərini əhatə edir. Oxud dənizinin şərqini niyə yazmamışıq? Çünki şərqi Kamçatkaya düşür və orada mülayim dəniz iqlim tipi yaranır. Şelixov körfəzi, Saxalin adası, Yaponiyanın şimalında yerləşən Hokkaido adası, eyni zamanda Honshu adasının şimal hissəsi, Sxota Island dağları, Tatar boğazının sahilləri, Koreya yarımadasının şimalı, Amur və Xuanxe çayının mənsəbi və Yapon dənizini əhatə edir. Mülayim dəniz iqlim tipi kimi mülayimi mussonu da yayda hava sərin keçir, 18-20 dərəcə. Amma mülayimi mussonunda qışda hava mənfi 5-10 dərəcəyə qədər enə bilir. Subtropikində mussonu var idi da. Subtropik mussonu ilə mülayimi mussonunu fərqləndirən xüsusiyyət bilirsiniz nədir? Subtropik mussonunda yayda havanın temperaturu 30 dərəcəyə qədər qalxır, yəni isti olur. Qışda isə mənfiyə düşmür. Amma mülayimi mussonunda yay sərin keçir, yəni soyuq olmur. Üzrüm, isti olmur. Qışda isə havanın temperaturu subtropik mussonundan fərqli olaraq mənfiyə enir. Mənfi 5-10 dərəcə ola bilir. Diaqrama da diqqət etsəz görərsiniz ki, yağıntılar daha çox yayda düşür. İyun, iyul, avqust aylarında. Ən isti ayın temperaturu təxminən 20 dərəcə, ən soyuq ayın temperaturu isə mənfi 5-10 dərəcə arasında dəyişir. Gəldik subarktik qurşaq. Subarktik qurşaq gördüyünüz kimi burada Şimali Amerika və Avrasiya materiklərinin əraziləri rənglənib və bu hissələr subarktik qurşağı əhatə edir təqribən. Şərti olaraq bu ərazilər işarələnib. Xırda xətalar ola bilər. Deməli, bu subarktik qurşağında yay necə olur? Yayda, burada bir şey var. Görürsünüz, subarktik demək, yenidə keçid qurşağa gəldik. Keçid qurşaqdırsa mütləq iki hava kütləsinin təsirinə məruz qalacaq. Hansı hava kütlələri? Subarktikin qonşuları arktik və mülayimdir. Demək, yayda mülayim gələcək, qışda isə arktik gələcək. Mülayim gəlirsə hava sərin və yəni mülayim və rütubətli olacaq. Arktik gələndə isə çox şaxtalı hava şəraiti müşahidə olunur. Subarktik qurşağın yayıldığı ərazilərdə ərazi bataqlıqlaşmış və daimi donuşluq zonalara rast gəlinir. İqlim diaqramına diqqət etsək, görərik ki, ən isti ayın temperaturu müsbət 10 dərəcədir. Yəni, yay isti olmur da, ən çox 10 dərəcə ola bilir temperatur. Qışda isə temperatur mənfi 35-40 dərəcəyə qədər enə bilir. Orta illik yağıntısı isə 442 mm təşkil edir. Subarktik iqlim qurşağı. Deməli, daha əvvəlcə dediyimiz kimi, keçid iqlim qurşağıdır, yəni öz hava kütləsi yoxdur. Yayda mülayim, qışda isə arktik hava kütləsi təsir edir. Dünyanın ən çox bataqlıqlaşmış iqlim qurşaqlarından biridir. Rütubətli əmsalı vahiddən böyükdür. Bitkiləri mamır şibiyədir. Bu iqlim tipində arktik iqlimdən fərqli olaraq yayda hava isinməyə başlayır. İyun ayında yağıntı 300-500 mm-ə qədər düşə bilər. Həmçinin az öncə biz dedik ki 442 mm-dir. Burada da 300-500 aralığı yazıb. Həmçinin yay fəslində havanın temperaturu müsbət 5-12 dərəcə arasında dəyişir. Yəni 10 dərəcə biz stabil bunu belə götürürük.
Qışda isə temperatur mənfi 20-30 dərəcəyə qədər və daha da azala bilər. Bu iqlim tipində yağıntı daha çox yayda düşür. Çünki yəni səbəb yay aylarında mülayim hava kütləsi özü ilə yağıntı gətirir. Subarktik qurşağın yayıldığı ərazilər. Subarktik qurşağın yayıldığı ərazilər Skandinaviya və Kola yarımadalarının şimal hissələri, Nova Zemlya adasının cənubu, Yamal, Qıdan və Taymır yarımadalarının cənubu, Çukot yarımadası, İslandiya bütövlükdə, Qreylandiyanın cənub sahili, Baffin torpağı adasının cənubu, Hudson körfəzinin şimalı, Hudson körfəzinin cənubu mülayim dənizə düşürdü. St. Charles burnu Labrador yarımadasındadır. Şimali Amerikanın şərq ucqar nöqtəsi. Alyaska ştatının mərkəzi. Bering boğazı sahilləri. Uels Şahzadəsi burnu. Bering demişkən Bering dənizinin də ətrafı, Bering dənizi də subarktik qurşağa düşür. Uels Şahzadəsi burnu isə Şimali Amerikanın qərb ucqar nöqtəsində Bering boğazının sahilində yerləşir. Əhalinin əsas məşğuliyyəti maralçılıq və xəzdərili heyvandarlıqdır. Subantarktik qurşağa gəldikdə, bu Antarktida materiki ətrafında okean səthi üzərində formalaşır. Həmçinin Antarktida materikinin bir hissəsini əhatə edir. Məsələn, Antarktida yarımadasında rast gəlinir. Demək, arktik qurşağın yayılma areaları göstərilib burada. Bura şimal qütbü ətrafıdır, bu da cənub qütbü ətrafıdır. Bura Antarktida materikidir. Deməli, bura. İndi keçirik biz arktik və antarktik. Yüksək təzyiq, çox aşağı yağıntı, albedo effekti yüksək. Qar örtüyü günəş şüasını əks etdirir. Demək, onlara aid olan xüsusiyyətlər nədir? Əsas iqlim qurşaqlardır. Yəni, bütün il boyu arktik, antarktik hava kütləsinin təsirinə məruz qalır. Su səthi üzərində arktik dəniz, buz səthi üzərində isə kontinental arktik formalaşır. Amma bunu biz dünyada belə geniş miqyasda olmadığına görə tip kimi qəbul etmirik. Antarktik materik üzərində yarandığı üçün Arktikə nisbətən daha kontinentaldır. Antarktida materik üzərində yaranır da, orada hava daha sərtdir. Qar örtüyü günəş şüasını daha çox əks etdirir. Qar xətti okean səviyyəsində yerləşir. Arktik qurşaq şimal buzlu okeanı və oradakı adaları əhatə edir. Kanada Arktik arxipelağı, onun tərkibinə daxil olan Baffin torpağının şimalı, Devon, Ellesmere, Victoria və s. adaları, Alyaska ştatının şimal hissəsini, baxın burada Alyaska ştatının, Alyaska yarımadası yox, Alyaska yarımadası mülayim dənizdə qaldı. Qreylandiya adası, Spitsbergen, Franz Yosef, Nova Zemlyanın şimalı, Severniya Zemlya, Novosibir, Anju adaları, Vrangel adaları, Taymır, Yamal, Qıdanın şimalı, Taymır, Yamal, Qıdan yarımadalarının cənubu subarktikə düşmüşdür. Şimal hissələri arktikə düşür. Baffin, Beaufort, Kara dənizləri, Laptevlər, Şərqi Sibir, Çukot dənizləri, Sibir çaylarının mənsəbləri arktik qurşağa düşür. Antarktik qurşağı isə Antarktida materiki və Antarktida yarımadasında və ətrafındakı dənizlərdə yaranır. Arktik qurşağın xüsusiyyətləri. Şimal buzlu okeanı sahilinin arktik iqlim qurşağında yerləşən əraziləri bütün il boyu soyuq və quru hava kütlələrinin təsiri altındadır. Burada qışda havanın temperaturu mənfi 40, mənfi 50 dərəcə, yayda müsbət 5 dərəcə, yadınızda saxlayın. Bax, subarktiki arktikdən fərqləndirən xüsusiyyət də məhz budur. Subarktikdə yayda 10 dərəcə idi temperatur. Arktikdə isə müsbət 5 dərəcə olur. Bax, burada diaqramda görürsün, müsbət 5 dərəcə. Amma qışda həm subarktikdə, həm də arktikdə havanın temperaturu mənfiyə düşür. Antarktik qurşaqda diaqramına diqqət edin. Yayda havanın temperaturu sıfırdan yuxarı qalxmır Antarktikdə. Qışda isə havanın temperaturu mənfidir və çox soyuqdur. Burada həyat coğrafiyası bu nəyə əks etdirir? Burada onu əks etdirir ki, dünya əhalisinin daha sıx məskunlaşdığı iqlimlər göstərilir. Mülayim qurşaq, mülayimin xüsusilə mülayim dəniz və mülayim kontinental tipində
əhali çox sıx məskunlaşıb. Sonra subtropikin mussonunda çox sıx məskunlaşıb. Subtropikin Aralıq dənizində çox sıx məskunlaşıb. Sonra subekvatorial qurşaqda bax bu hissədə çox sıx məskunlaşmışdır. Yəni mülayim subtropik və subekvatorial qurşaqlar əhalinin daha sıx məskunlaşdığı iqlim qurşaqlardır. Amma digər qurşaqlarda əhali sıx məskunlaşmayıb və yaxud da heç məskunlaşmayıb. Hava kütlələri haqqında ümumiləşdirmə aparaq. Deməli, əsas qurşaqlar hansılar oldu? Ekvatorial, tropik, mülayim, arktik. Bunların özünün hava kütləsi var. Yəni, hər birinin bir hava kütləsi var. Keçid qurşaqlar hansılar oldu? Subekvatorial, subtropik, subarktik. Onların öz hava kütləsi yoxdur. Yəni, iki hava kütləsinin təsiri ilə formalaşır. Məsələn, subekvatorial, yayda ekvatorial, qışda tropikin təsiri ilə. Subtropik, yayda tropikin, qışda mülayimin təsiri ilə. Subarktik, yayda mülayimin, qışda arktikin təsiri ilə formalaşır. İndi dərsimizin izahı yekunlaşdı. Sizin üçün bir 20 dənə də test izahı verəcəm. Deməli, burada iqlim və iqlim qurşaqları Alisov təsnifatı əsasında elə də çox çətin deyil, amma hər kəs üçün əlçatan olsun deyənə 20 dənə 5 variantlı deməli test hazırlamışam. Baxın, sual 1. Alisovun iqlim təsnifatına əsasən əsas və keçid iqlim qurşaqları arasında fundamental fərq nədir? Burada doğru cavab C bəndidir, işarə olunub. Çox vaxt getməsin deyənə mən özüm cavabları işarələmişəm ki, sürətli şəkildə sizə testləri izah edim. Deməli, əsas və keçid iqlim qurşaqlarının fundamental fərqi ondan ibarətdir ki, əsas qurşaqlarda il boyu bir hava kütləsi, keçid qurşaqlarda isə fəsillər üzrə dəyişən iki hava kütləsi hakim olur. Sual 2. İqlim əmələ gətirən amillərdən biri olan coğrafi enliyin iqlimə təsiri əsasən nə ilə xarakterizə olunur? Doğru cavab B bəndidir. Deməli, coğrafi enlik nədir? Nə üçün yəni coğrafi enlik iqlimə təsir edir? Yer səthinə düşən günəş şüalarının, deməli, günəş radiasiyasının miqdarının günəş şüalarının düşmə bucağından asılı olaraq dəyişməsi ilə. Yəni, ekvatordan qütbə doğru getdikcə günəş şüalarının düşmə bucağı azalır. Nəticədə günəş radiasiyasının miqdarı azalmış olur. Bu da birbaşa coğrafi enliklər üzrə dəyişdiyinə görə iqlimə də təsir göstərir. Sual 3. Şimal yarımkürəsində tropik iqlim qurşağı bütöv zolaq əmələ gətirmir. Cənub və Cənub-Şərqi Asiyada bu zolağın qırılmasının və Tar səhrasından şərqdə müşahidə edilməməsinin əsas səbəbi nədir? Əlbəttə ki, musson küləkləri ilə bağlıdır. Cavab D bəndidir. Musson küləklərinin təsiri nəticəsində subekvatorial və subtropik qurşaqların deməli, burada qonşulaşması müşahidə olunur. Sual 4. Aşağıdakı coğrafi obyektlərdən hansılar tamamilə ekvatorial iqlim qurşağında yerləşir? Ekvatorial qurşaqda yerləşən ərazilər Amazon ovalığının qərb hissəsi, çünki Amazon ovalığının şərqi, yəni Amazon çayının mənsəb hissəsi subekvatoriala düşür. Kongo hövzəsi və Zond adaları böyük hissəsi. Bütün Zond adaları hamısı ekvatoriala düşmür. Gəldik 5. Şimal yarımkürəsində yerləşən subekvatorial iqlim qurşağı üçün yay fəslində hansı atmosfer vəziyyəti xarakterikdir? Şimal yarımkürəsində subekvatorial üçün. Deməli, istər şimal yarımkürəsi olsun, istər cənub yarımkürəsi olsun, fərq etməz. Subekvatorial iqlim qurşağında yayda ekvatorial hava kütlələri hakimdir. Bol yağıntılı və rütubətli hava şəraiti yaranır. Y bəndi doğrudur. 6-cı sual. Tropik iqlim qurşağının dəniz tipi rütubətli tropik. Əsasən materiklərin şərq sahillərində formalaşır. Bu iqlim tipinin yaranmasının əsas səbəbləri hansı variantda düzgün göstərilmişdir? Və şərqdə niyə, tropik dəniz niyə şərqdə daha çox yaranır? Dördüncü sualın şərti daha da dəqiqləşdirilə bilər. Təkrar qayıdıq 4-cü suala. Aşağıdakı coğrafi obyektlərdən hansılar tamamilə ekvatorial iqlim qurşağında yerləşir? Yəqin ki, Amazonu nəzərdə tutursunuz.
Daha doğrusu 5-ci sualın bircə saniyə. Deməli, Aslanmaz müəllim, axşamınız xeyir olsun müəllim, necəsiz? Deməli, mən başa düşmədim. Burada 4-cü sual deyirsiniz, 5-ci sual deyirsiniz, mən bilmədim. Aşağıdakı coğrafi obyektlərdən hansılar tamamilə ekvatorial iqlim qurşağında yerləşir? Aha, düzdür. Tamam, aydın oldu. Hə, tamamilə sözü çıxarılsa daha düz deyirsiniz. Doğrudur, bəli. Tamamilə ekvatorial iqlim qurşağında yerləşməsi o deməkdir ki, yəni Amazon tamamilə yerləşir. Düzdür. Tamamilə sözü burada artıq qeyd olunub. Sual belə olmalıydı. Aşağıdakı coğrafi obyektlərdən hansılar ekvatorial iqlim qurşağında yerləşir? Bəli, onda C bəndi tam düzgün cavabdır. Təşəkkür edirəm. Gəldik, deməli, 6-cı sualda. Deməli, tropik iqlim qurşağının dəniz tipi, yəni rütubətli tropik, materiklərin şərq sahillərində formalaşırdı. Bu iqlim tipinin yaranmasının əsas səbəbləri hansı variantda düzgün göstərilmişdir? Deməli, rütubətli tropikin materiklərin şərq sahillərində formalaşması isti okean cəryanları, bir də passat küləklərinin təsiri ilə formalaşır. Məsələn, Avstraliyanın şərqi, eyni zamanda deməli, qeyd edə bilərik, məsələn, Madaqaskarın cənub hissəsini və yaxud da Afrikanın tropik qurşaqda şərq sahillərini, sonra Braziliyanın şərq sahillərini, məsələn, Cabo Branco burnunu və yaxud da West Indies adalarını, yəni Antil adalarını da deyə bilərik ki, orada isti cəryanların və eyni zamanda passat küləklərin təsiri ilə rütubətli tropik əmələ gəlir. Sual 7. Tropik qurşaqda yerləşən Atakama və Namib səhralarının yaranmasında enən hava axınları ilə yanaşı hansı coğrafi amil həlledici rol oynamışdır? Yəni, Atakama və Namib səhralarının yaranmasında enən hava axınları ilə yanaşı həm də ikinci dərəcəli iqlim əmələ gətirən amil olan deməli, soyuq okean cəryanları müvafiq olaraq Peru və Bengel cəryanının burada rolu da vardır. Sual 8. Subtropik iqlim qurşağının Aralıq dənizi və musson tipləri arasında əsas yağıntı rejimi fərqi nədir? Subtropik iqlim qurşağının Aralıq dənizi iqlim tipinə bilirik ki, yağıntılar qışda düşür. Musson iqlim tipinə isə yağıntılar əsasən yayda düşür. Ona görə sualın doğru cavabı B bəndidir. Bəli. Cənub tropik enliklərin şərq sahilləri. Düzdür. Amma deməli, Aslanmaz müəllim, biz West Indies adalarını da qeyd edə bilərik. Əslində, təkcə Cənub tropikin şərq sahilləri deyil. Məsələn, Şimali Amerikada da tropik qurşağın şərq sahillərində rütubətli iqlimin formalaşmasına isti cəryanlar və bir də passat küləklərinin də təsiri vardır. Aşağıdakı şəhərlərdən hansılar subtropik qurşağın Aralıq dənizi iqlim tipində yerləşir? Deməli, bu şəhərləri biz şəhərlərdən D bəndində Roma, İtaliya, Cape Town, Cənubi Afrika Respublikasında, Perth şəhəri Avstraliya, Santiago isə Çilinin paytaxtıdır və bu şəhərlər hamısı Aralıq dənizi iqlim tipinə düşür. Digər cavablar uyğunsuzdur. Məsələn, London mülayim dənizə düşür və yaxud da B bəndində işarə verir və yaxud da Berlin şəhəri mülayim kontinentala düşür, Moskva mülayim kontinentala düşür və yaxud da B bəndində Mumbai, Hanoy, Bangkok bu şəhərlər subekvatoriala düşür. Pekin, deməli, subtropikə Tokyonu da biz qeyd edə bilərik ki, musson iqliminə düşür. Orada mülayim və subtropikin sərhəddinə düşür təxminən. Sonra
Seul şəhəri Koreyanın paytaxtı, Cənubi Koreyanın və o mussona düşür. Sonra Yebəndə, Singapur, Jakarta, Manaus bunlar ekvatorial qurşaqda yerləşir. Singapuru bilirsiniz, Jakarta, Manaus isə Braziliyada yerləşir. Amazon çayı sahilində. Sonra gəldi onun suala. Subtropik qurşağın bərabər rütubətli iqlim tipi yağıntılar il boyu bərabər paylandığı tip hansı regionlarda formalaşıb? Dedik Cənub-Şərqi Avstraliyada, Uruqvayda və Argentinada, orada La Plata ovalığında və Carın cənub-şərqində formalaşır. Əslində Aslanmaz müəllim, xəritəyə görə Santiago-nu götürə bilirik. Sual 11. Mülayim iqlim qurşağının dəniz tipi üçün xarakterik olan iqlim göstəriciləri hansılardır? Mülayim iqlim qurşağının dəniz tipi. Demişdik, mülayim dənizdə qışda havanın temperaturu mənfiyə düşmür, müsbət 5-dir, yay sərin keçir. Burada da qışda isə havanın temperaturu təxminən 15-20 dərəcə arasında dəyişir. Elə də böyük, yəni illik amplitud müşahidə olunmur, yəni kiçik amplitud. İl boyu bulutluğuna əlaqədar olaraq illik amplitud kiçikdir və il boyu da bərabər yağıntı alır. C bəndi doğrudur. Sonra 12. Mülayim qurşağın musson iqlim tipi Avrasiya materikinin hansı hissəsini əhatə edir? Şərq hissəsini əhatə edir. Amur çayı hövzəsini, Saxalin adası və Primorsk diyarı. Bu Primorsk diyarı deyərkən sahil bölgə nəzərdə tutulur. Oxot dənizi sahilləri. Sual 13. Mülayim qurşağın kontinental və ya kəskin kontinental iqlim tipi, məsələn Sibir və Mərkəzi Asiya hansı xüsusiyyətləri ilə seçilir? Burada dedik ki, illik temperatur amplitudunun ən böyük qiymət aldığı yerdir. Qışı sərt şaxtalı, yayı isti, yağıntısı isə az müşahidə olunur. Sual 14. Arktik iqlim qurşağında qış və yay fəsillərində müvafiq olaraq hansı hava kütlələri hakim olur? Subarktik iqlim qurşağında qış və deməli subarktik qurşaq mülayim və arktik hava kütlələrinin təsirinə məruz qaldığına görə yayda mülayim, qışda isə arktik deməli hava kütləsi təsir göstərir. Sual 15. Atmosfer təzyiqi qurşaqlarına əsasən il boyu enən hava axınlarının və yüksək təzyiq sahələrinin hakim olduğu iqlim qurşaqları hansılardır? Burada təbii ki, yüksək təzyiq qurşaqları soruşur. Yüksək təzyiq qurşaqları tropik və qütb bölgələrində müşahidə olunur. Deməli, tropik qurşaqda havanın aşağı enməsinin səbəbi dinamik prosesdir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində Coriolis qüvvəsi ekvatorialdan qalxan hava axınını aşağıya doğru basır tropiklərdə və yüksək təzyiq yaranır. Amma qütb bölgələrində yüksək təzyiqin əmələ gəlməsinin səbəbi mülayimdən qalxan havanın qütblərdə soyuyaraq aşağı enməsi nəticəsində, yəni termik proses nəticəsində yaranır. Gəldi 16-cı suala. Şimal yarımkürəsində yerləşən subekvatorial qurşaq ilə subtropik qurşağın Aralıq dənizi ilə müqayisə edilərsə, quraq dövr, yəni yağıntısız mövsüm uyğun olaraq nə vaxt müşahidə olunur? Əlbəttə ki, subekvatorialda qışda, Aralıq dənizində isə yayda quraq mövsüm müşahidə olunur. Bunun da səbəbi subekvatorial qurşaqda yay fəslində tropik hava hakim olur. Aralıq dənizində isə yayda tropik hava hakim olduğuna görə, yəni tropik hər iki iqlimin deməli hər iki ərazini müxtəlif fəsillərdə quraqlığa çevirir. Yəni subekvatorialı qışda, subtropikin Aralıq dənizi iqlim tipini isə yayda quraqlığa çevirir. Gəldi 17-ci suala. Antarktik iqlim qurşağı Arktik iqlim qurşağına nisbətən daha sərt və soyuqdur. Bunun əsas fiziki coğrafi səbəbi nədir? Antarktik iqlim qurşağı materik üzərində yaranır. Arktik iqlim qurşağı isə okean suları üzərində formalaşır və Antarktikin albedosu Arktika nisbətən daha çoxdur. Yəni əsas burada faktor materik üzərində formalaşmasıdır. Ona görə doğru cavab C bəndidir. 18. Yer kürəsində mövcud olan bütün iqlim qurşaqlarının, yəni ekvatorialdan Arktika qədər hamısına rast gəlinən yeganə materik hansıdır? Əlbəttə ki, Avrasiyadır.
Deməli, belə bir nüans var. Avrasiya materiki bəli, şimal yarımkürəsindəki bütün iqlim qurşaqlarına, yəni ekvatorialdan Arktika qədər rast gəlinir. Amma demək olmaz ki, Avrasiya bütün yəni iqlim qurşaqlarında yerləşir. Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarına düşür. Amma Asiya qitəsinə gəldikdə, Asiya qitəsi də əslində Şimal yarımkürəsinin bütün iqlim qurşaqlarında yerləşməklə yanaşı, cənub subekvatoriala da düşür. Çünki Yava adasının cənubi hissəsi biz əvvəlki təqdim deməli slaydın əvvəllərində də subekvatoriya haqqında danışanda orada qeyd etmişdik ki, Yavanın cənubu belə bir qeyddə yazmışdıq. Yavanın cənub hissəsi cənub subekvatoriala düşür. Ona görə Asiya qitəsinin yerləşdiyi iqlim qurşaqlarına biz diqqət etsək, cənub subekvatorialdan başlayaraq şimala doğru saymalıyıq. Gəldi 19-a. Şimali Amerikada təxminən eyni coğrafi enlikdə yerləşmələrinə baxmayaraq, Kaliforniya yarımadası qərb, yəni səhra yarım-səhra iqliminə, Florida yarımadası isə şərq rütubətli iqlimə malikdir. Bu kəskin fərqin əsas səbəbi nədir? Deməli, bir eyni enlikdə yerləşirlər, bir qərbdədir, bir şərqdədir, amma fərqli iqlim, hava şəraiti müşahidə olunur. Demək, qərb sahillərində olan Kaliforniyaya soyuq okean cəryanları enan hava şəraitinin yaranması, soyuq okean cəryanı, xüsusilə Kaliforniya cəryanı enan hava şəraiti yaradır. Şərqdə isə Meksika körfəzində, sonra Antil adaları, o cümlədən Floridanın cənub hissəsinə isti cəryanların, Antil və Gulf Stream cəryanların təsiri nəticəsində deməli rütubətli hava şəraiti müşahidə olunur. Ona görə D-bəndi doğrudur. Gəldik sual 20. Qütb ərazilərində, bu sonuncu sualımızdır. Qütb ərazilərində yayda günəş radiasiyasının ümumi miqdarı kifayət qədər təşəkkür edirəm Aslamaz müəllim. Qütb ərazilərində yayda günəş radiasiyasının ümumi miqdarı kifayət qədər çox olsa da, qütb ərazilərində yayda günəş radiasiyasının ümumi miqdarı kifayət qədər çox olsa da, uzun qütb gündüzləri havanın temperaturu aşağı olur. Bu uyğunsuzluğun əsas səbəbi nədir? Yəni, qütblərdə yay fəslində qışa nisbətən daha çox radiasiya alır da, amma yenə də havanın temperaturu yenə də aşağı olur. Yəni, qışın temperaturu ilə o qədər də çox fərqlənmir də. Çünki gələn radiasiyanı albedo, yəni səthin əks etdirmə qabiliyyəti nəticəsində qar və buz örtüyü günəş şüalarını əks etdirir və nəticədə orada havanın temperaturu isinmir. Yəni, burada doğru cavab B bəndidir. Qar və buz örtüyünün daha doğrusu, qar və buz örtüyünün günəş şüalarını yüksək dərəcədə əks etdirməsi. Bu, həm Şimal Buzlu Okeanda adalara aid eləmək olar, həm də Antarktidada aid eləmək olar ki, orada baxmayaraq ki, radiasiya yay aylarında olur, amma yenə də hava soyuqdur. Hətta bunu yüksək dağ zirvələrinə də aid etmək olar. Yüksək dağ zirvələrində də radiasiyanın miqdarı kifayət qədər olur, amma hava soyuqdur. Onun düzdür, yüksək dağ zirvələrində iki səbəb formalaşır. Bir hündürlüyə qalxdıqca hava soyuyur, həm də orada daimi buzlaqlar olan yerlərdə deməli albedo imkan vermir ki, hava orada isinsin. Bax, belə bizim bugünkü dərsimiz ağır bir mövzuydu. Axıra qədər səbr edib dinləyənlər, təşəkkür edirəm. Allah sizi var eləsin, Allah sizi qorusun. Həmişə dediyimiz kimi dərsimizi bəyəndirsə, bizə qoşulursunuz, təkrar edirik, öyrənirik, bildiklərimizi də təkrar edirik və hər birinizə imtahanlarda uğurlar arzulayıram. Mövzu YouTube səhifəmizə yüklənəcək, MHŞM-in YouTube səhifəsinə yüklənəcək və oradan mütəmadi olaraq girib izləyə bilərsiniz. Yəni, mən özüm ağır mövzuları çəkib oraya yükləyirəm ki, müəllimlər bundan istədiyi kimi faydalansınlar, istifadə eləsinlər. Diqqətinizə görə sağ olun, gələn görüşlərədək. Xeyrə qarşı, sağ olun.